Salam dostlar, hər birinizi xoş gördük. Biz bugün dərsimizdə hər kəsi çox maraqlandıran işlərdən biri olan PDF faylını, gördüyünüz bu PDF faylını necə Word faylına çevirmək olar? Bununla bağlı bir dərs çəkməyi qərara aldım. Deməli, PDF-i Word-a çevirmək üçün bir neçə qaydalar var. Ancaq həmin bu qaydalardan bəzilərini istifadə etdiyimiz zaman PDF-in tərkibində olan yazılar, onun tərkibində olan müxtəlif cür formalar öz funksiyasını itirir və yazılarımız bir-birinə qarışır. Yəni heç bir belə görsəl forması qalmır. Bunun üçün bizim xüsusi bir yolumuz var və biz bu xüsusi yolla PDF faylımızı Word-ə çevirəsik və bizim faylımızda olan xüsusi yazılar və yaxud da görsəllər heç cür bir-birini dəyişməyəcək və olduğu formada qalacaq. Bunun üçün Google-u işə salırıq, Google Chrome işə salırıq və bizim bunu çevirmək üçün ilk növbədə bir Google hesabına ehtiyacımız var. Google hesabını düşünürəm ki, hər birinizdə var. Əgər yoxdursa, çox asanlıqla özünüzə bir Gmail aça bilərsiniz. Gmail açdıqdan sonra qarşınızda belə bir Google hissəsi açılacaq və siz buradan Apps hissəsindən Google Drive-a getməklə, daha doğrusu Google Drive-a gedə bilərsiniz. Və bu hissədən New deyirsiniz, File Upload deyirsiniz, File Upload, Desktop və Desktopdakı həmin o PDF-i bura yüklüyorsunuz. Yüklüyə. PDF seçdik və yüklüyürük. Və yükləndi. Həmin PDF budur və bu PDF-i biz açmaqdan ötəri müxtəlif yol atacağıq. Bunun üçün nə etdik? PDF-in üstünə gəldik, sağ düyməni sıxdıq və Open with Google Docs. Google Docs-la həmin bu faylı açmağı istədik və həmin əmri yerinə yetirdik. Hal-hazırda faylımız açılır. Faylımız açılsın. Bəli, açıldı artıq fayl və biz buradan açıldıqdan sonra fayl, yəni bunda hər hansı bir dəyişiklik etməyə ehtiyac yoxdur. Necədirsə, elə də var. Baxın, yazılar yəni olduğu kimi hamısı durur. Onun üçün bunu necə deyək? Bunu özümüzə Word dokument kimi götürmək üçün fayla kilitləyirik və buradan Download as Word Docs deyəcəyik. Word Docs dediyimizdə gördüyünüz kimi həmin o avtomatik olaraq yükləndi və Word formatında bizə yükləndi. Üstünə vurduğumuzda isə açma əmrini yeni yetirdiyimizdə gördüyünüz kimi artıq bu bir Word faylıdır və heç biri dəyişilməyib, hər şey öz yerindədir. Baxın, hər şey öz yerində qalıb. Belə dostlar, əgər video sizin üçün yararlı oldusa, bəyənməyi və mümkündürsə paylaşmağı unutmayın.